Salam dəyərli izləyicilər. Mən Pro İngilis Dili kanalının beynəlxalq IELTS sertifikatlı ingilis dili müəllimiyəm. Bugün sizlərlə belə bir açıq sualın izahına baxacağıq. Choose the sentences with the noun in the positive case. Yəli halda isim işlənmiş cümlələri seçin. Birinci cümləyə baxsaq, postman's duties are to deliver letters. Göründüyü kimi postman ismi burada sözün kökü dəyişərək cəmlənən isimlərdəndir və cəm halda işlənmişdir. Bu tip cəm isimlərin yəli yalı özündən sonra apostrof s plus isim qəbul etməklə düzəlir. Lakin burada gördüyünüz kimi postman ismi özündən sonra s apostrof qəbul etmişdir. Deməli, bir düzgün deyil. İkinci cümləyə baxsaq, the children's game was interrupted by rain. Göründüyü kimi children ismində sözün kökü dəyişərək cəmlənən isimlərdəndir və cəm halda işlənmişdir və bu tip isimlərin yəli yalı özündən sonra apostrof s plus isim qəbul etməklə düzəlir. Deməli, 2 də düzgün deyil. Üçüncü cümləyə baxsaq, the Simpsons niece teaches economics. Simpson burada soyaddır və ingilis dilində soyad bildirən sözlər özündən əvvəl z artiklı qəbul etməklə cəmlənir və onların yəli yalı özündən sonra apostrof plus isim qəbul etməklə düzəlir. Deməli, 3 düzgün yəli yalı formada işlənmişdir. Dördüncü cümləyə baxsaq, the 3 months journey came to an end. 3 miqdar sayından sonra gələn, sayıla bilən months ismi cəmlənməli idi, lakin tək halda işlənmişdir. Deməli, 4 düzgün deyil. 5-ci cümləyə baxsaq, the statesman's declaration was followed with applause. Göründüyü kimi statesman ismi sözün kökü dəyişərək cəmlənən isimlərdəndir və cəm halda işlənmişdir və bu tip isimlərin yəli yalı özündən sonra apostrof s plus isim qəbul etməklə düzəlir. Deməli, 5 düzgün formada işlənmişdir. 3-5 düzgün cavab. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 86 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlığımız buraxılış, blok, MİQ, sertifikasiya və magistr istiqamətindədir. Bu tip videoların daha çox qarşınıza çıxmağını istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Daha geniş dərs və test izahlarına baxmaq istəyirsinizsə, kanalın biosundakı YouTube linkinə keçid edə bilərsiniz.